Məsələ kiminsə nəsə təklif eləməyindən çox, biz deyirik ki, iddia eləməyin əsası budur ki, Peyğəmbərin qoyduğu vəsiyyətini iddia eləsin. Məsələ Peyğəmbərin də məsələsi deyil ha. Ən birinci Allah Adəmi təyin elədi. Hamı bilindi ki, Adəm xəlifədir. Adəm də dünyasını dəyişir. Adəm deyir, məndən sonra filan kəsdir. Yəni yenə Adəmin təyinatı Allahın təyinatıdır. Bu mənada bu məsələ böyüdü, uzandı, gəldi Peyğəmbərin zamanına qədər. Peyğəmbər də deyir ki, məndən sonra 12 imam və 12 Mehdidir, Mehdilərin ilki budur. Və İmam Əhməd Əl-Həsən əleyhissalam da iddia elədi ki, Peyğəmbərin o vəsiyyətində ismi keçən mənəm. Məsələ adın uyğunluğu da deyil ha. Bəlkə başqa bir Əhməd adında da bir adam deyər ki, mən Mehdiyəm. Məsələ o deyil. Məsələ istinad etməsidir. Deməsidir ki, Peyğəmbərin o müjdələdiyi kəs mənəm. Bu formada iddia eləməlidir. Yoxsa məsəl üçün hər hansısa bir coğrafiyadan çıxmaq, bu heç əqlən də məntiqli səbəb deyil. Niyə görə? Məsələn, qardaş deyir ki, hələ bir hədis var, yox deyilsə, o da baxılmadı, eləmədi. Qardaşın iddiasıdır ki, məsələn, Azərbaycandan çıxacaq. Fərz eləyək ki, düzdür. Bu fərzdən danışıram. Onda belə çıxır ki, Azərbaycanda hər iddia eləyən Mehdi mi olacaq? Bu yenə də meyyar deyil. Və ya bu coğrafiyaya bağlı bir məsələ deyil. Əgər məsələ odursa, başqa məntəqələr də var. Hədislərdə başqa məntəqələrin də ismi çəkilibdir. İndi o məntəqələrdən mi çıxacaq? Məsələnin ümumiyyətlə dərk elənməməsidir. Məsələn, deyir, mənim görücülüyüm var. Görücülüklə Mehdilik isbat olunması məsələ deyil. Əgər görücülük varsa, dediyim kimi, bir yaxdan deyir, niyə görə mən sizə mesaj yaza bilmirəm? Ondan sonra görsün də niyə yaza bilmir. Demək, bu görücülük məsələsi də deyil. Sadəcə onun düşüncələridir. Bəzi insanlarda, bu sözümə görə üzr istəyirəm, əqli pozuntular da ola bilir ki, bu cür iddiaları eləyirlər məsələni dərk eləmədən. Ümumiyyətlə soruşsaz ki, ondan Mehdinin vəzifəsi nədir? Mehdi niyə görə gəlib? Əslində siz o nöqtəyə toxunurdunuz ki, yəni bu Mehdi niyə görə gəlir? Mehdinin əsas məqsədi nədir? Qardaş bəlkə də başa düşməyəcək. Onun bəzi insanların Mehdiliyi iddia eləməsi onların egolarından qaynaqlanır. Özlərini üstün görmək istəyirlər. Xidmət məsələsi deyil. Məsələni anlamır. Məsələn, hazırda bizlə əxlaq çərçivəsindən biraz uzaq formada bəhs olur.